söhbətimiz dölün böyrəklərinin genişlənməsi, hamilə qadınlara tez-tez qoyulan ultrasəs müayinəsində deyilən diaqnozlardan biri. Böyrək hidronefrozu da deyilir buna və yaxud da döldə böyrəyin genişlənməsidir. Və hamilələr bu diaqnozdan çox qorxurlar. Bəzən lazımsız yerə qorxudulurlar həkimlər tərəfindən və bugün bu barədə biraz ətraflı danışırıq ki, nədir dölün böyrək genişlənməsi. Ümumiyyətlə, dölün böyrəkləri qeyd edim ki, hələ birinci trimestrdən artıq ultrasəs müayinəsində görülməyə başlayır və daha yaxşı dəyərləndirilir 18-ci həftəsindən sonra. 18-20 həftələrində təxminən elə həftəyə uyğun olaraq 20 mm ölçüdə bir böyrəyi olur dölün və hər həftə hamiləlik həftəsi artdıqca 1 mm də artır böyrəyin ölçüləri. Və digər sidik cinsiyyət üzvləri, məsələn, böyrək axarları, sidik axarı, onlarda genişlənmə olmadıqca ultrasəs müayinəsində görülmür. Görülən böyrəklər də sidik hissəsidir adətən. Və böyrək genişlənməsi məsələnin yaxşı tərəfindən başlayaq ki, 40-90% hallarda, yəni əksər hallarda ultrasəsdə görülən böyrək genişlənməsinin altından ciddi bir patologiya çıxmır. Və bu elə hamiləlik dövründə də keçib gedə bilir və yaxud da uşaq doğulduqdan sonra keçib gedə bilir. Böyrək genişlənməsinin altından ciddi bir patologiyanın çıxıb-çıxmama riskləri asılıdır genişlənmənin dərəcəsindən. Bu genişlənmə dərəcəsi nə qədər çoxdursa ultrasəs müayinəsində, bir o qədər altından problemin çıxması, cərrahi məsələlərin çıxması, gərəkməsi uşaq doğulduqdan sonra o ehtimallar yüksəlir. Böyrək genişlənməsinin kriteriləri ikinci və üçüncü trimestrlər üçün fərqlidir. İkinci trimestrdə 7-10 mm aralıqlarında və ondan artıq olarsa, bunu böyrək genişlənməsi kimi dəyərləndiririk. Yəni, dəyərlərə uyğun olaraq yüngül, orta və ağır dərəcələr. İkinci trimestrdə isə bu rəqəmlər daha böyükdür. 9 mm-in üstü və 15 mm-in üstü artıq böyrək genişlənməsi kimi dəyərləndirilir. Yenə də yüngül, orta və ağır olaraq genişlənmə dərəcəsindən asılı olaraq 3 yerə bölünür. Və dedik ki, bəzən altından ciddi patologiyalar çıxa bilir. Bunlar hansılardır? Ümumiyyətlə, böyrək ləyəni niyə genişlənir? Böyrək ləyəni sidik axarı ilə birləşib və 90% hallarda genişlənmə səbəbi böyrək ləyəni ilə sidik axarının birləşdiyi hissədə olan bir sıxılma deyək, obstruksiya deyirik biz ona, səbəb o olur. Sıxılır, oradan maye yaxşı düşə bilmir sidik axarına və böyrək ləyəninə genişlənmə verir. Və yaxud da veziko-uretral reflüks deyə bir problem var. Sidik hissəsindən sidik geriyə qayıdır və böyrək ləyəninə toplanmağa başlayır. Bu hər iki problem uşaq doğulduqdan sonra həll edilə bilir. Və beləliklə də böyrək genişlənməsi diaqnozundan əksər hallarda qorxmayın, narahat olmayın. Amma belə bir şey varsa, ultrasəs müayinəsinə sıx-sıx gələrək onu hamiləlik müddətində izləmək, diqqətli olmaq lazımdır. Və qalırsa, uşaq doğulana qədər ultrasəs müayinəsində görülürsə, uşaq doğulduqdan sonra mütləq bir uşaq uroloqunun və yaxud da cərrahın nəzarətində olmalıdır.